Mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabatın tərtib edilməsi barədə video təlimat. Mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabat, Aralıq maliyyə hesabatlığı adlı 34 nömrəli mühasibat uçotunun beynəlxalq standartı tələblərinə uyğun olaraq rüblük tərtib olunur. Mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabatın tərtib edilmə tarixləri 1-ci rüb üzrə 31 mart, 2-ci rüb üzrə 30 iyun, 3-cü rüb üzrə 30 sentyabr və 4-cü rüb üzrə 31 dekabr hesab olunur. Həmin hesabatların müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək aidiyyəti üzrə təqdim edilməsi tələb olunur. Rüblük, mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabatın formatı yeni qəbul edilmiş maliyyə hesabatlarında təqdimat və açıqlama adlı 18 nömrəli alfabetə uyğunlaşdırılmışdır. Belə ki, yeni formada əməliyyat və maliyyə fəaliyyəti ilə yanaşı investisiya fəaliyyətinə də xüsusi yer ayrılmışdır. Formaları müqayisə etdikdə həmçinin 18 nömrəli alfabetə uyğun forma üzrə yekun sətirlərdə müəyyən dəyişiklikləri görmək mümkündür. Məsələn, əvvəlki formada maliyyə mənfəəti zərəri adlı yekun sətir hazırki formada maliyyə fəaliyyətinə və vergi qoymaya qədərki mənfəət yekun sətri ilə əvəzləşdirilmişdir. Diqqət etdirməli məqamlardan biri də odur ki, əvvəlki formada fəaliyyətin dayandırılmasından yaranan mənfəət zərər maddəsi əməliyyat fəaliyyəti üzrə nəticəyə təsir edirdi. Lakin yeni formada bu maddəyə dəyişikliklər edilmişdir. Belə ki, fəaliyyətin dayandırılmasından yaranan mənfəət zərər və fəaliyyətin davam etdirilməsindən yaranan mənfəət zərər ayrılıqda göstərilməklə birbaşa hesabat dövründə yaranan xalis mənfəət və zərərə təsir edir. Mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabatın 4-cü sütununda hesabat dövrü üzrə müvafiq gəlir və xərc maddələri, 5-ci sütunda isə eyni maddələr üzrə əvvəlki hesabat ili üzrə göstəricilər əks etdirilir. Mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabatın 3-cü sütununda müvafiq gəlir və xərc maddələrinin 18 nömrəli alfabetin və digər standartların açıqlama tələblərinə uyğun tərtib edilmiş izahlı qeyd cədvəllərinin nömrələri göstərilmişdir. Məsələn, əsas əməliyyat gəlirləri maddəsinin qarşısında 3-cü sütunda forma 3-2-1 qeydi gördükdə mühasib həmçinin həmin cədvəli tərtib etməlidir. Forma 3-2-1 nömrəli cədvəlin hesabat dövrü üzrə və əvvəlki il üzrə sütunlarında əks etdirilmiş göstəricilər, mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabatın 4-cü və 5-ci sütunlarında əks etdirilmiş göstəricilərlə eyni olmalıdır. Mənfəət və ya zərər və digər məcmui gəlir haqqında hesabat xərclərin funksiyaları metodu ilə hazırlandığı üçün 18 nömrəli alfabetin açıqlama tələblərinə uyğun olaraq müəyyən xərclərin, məsələn, əmək haqqı və ona bərabər tutulan ödənişlər, amortizasiya xərcləri, xərclərin xüsusiyyətləri üzrə açıqlanması cədvəlinin tərtib edilməsi tələb olunur.